Zoonoz xəstəliklər, yəni heyvanlardan insanlara keçə bilən infeksiyalar bugün qlobal ictimai sağlamlıq üçün böyük risklərdən biri sayılır. Ən çox yayılmış zoonoz xəstəliklər bakterial virus, parazitlər və göbələk mənşəli xəstəliklərdir. Bu xəstəliklərə iri və xırdabuynuzlu heyvanlar, quşlar, it və pişiklər, həmçinin vəhşi heyvanlar arasında rast gəlinir. Xüsusilə qarayara və bruselyoz həm insanlar, həm də heyvanlar üçün yüksək risk daşıyır. Zoonoz infeksiyalar müxtəlif yollarla yayıla bilər. Xəstə heyvanlarla birbaşa təmasla, çirklənmiş qida və su vasitəsilə, hava damcı yolu ilə, gənə, ağcaqanad kimi həşəratlar vasitəsilə. Mütəxəssislər hesab edirlər ki, zoonoz xəstəliklərlə effektiv mübarizə yalnız vahid sağlamlıq prinsipi əsasında mümkündür. Profilaktik tədbirlər sırasında heyvanların vaxtında peyvəndlənməsi, biotəhlükəsizlik qaydalarına əməl olunması, dezinfeksiya işlərinin aparılması və ictimai maarifləndirmə kampaniyaları xüsusi əhəmiyyət daşıyır.